İlanlı qız ləqəbi ilə tanınan müğənni Günəş International Medical Center 2-də çalışdığı bildirilən plastik cərrah Əmiraslan Əmiraslanov barəsindəki şikayətinin təmin olunmaması səbəbindən intihar etdiyini bildirib. Müğənni bu barədə TikTok hesabında video yayımlayıb. Videoda çoxlu sayda dərman qəbul edərək intihar etdiyini, buna səbəb kimi isə plastik cərrah Əmiraslan Əmiraslanovun onu şantaj etdiyini göstərib. Bu dərmanların hamısını atıram. Mən dünəndən edəcəyimi demişdim. Hər şeyə son qoyuram, çünki Əmiraslan Əmiraslanov məni şantaj edərək əməliyyatdan öncə çəkilmiş şəkillərimi yayıb. Ondan sonra mən canlı yayım açdım və bu insan haqqında danışdım. Sonra o məni verdi məhkəməyə. Məhkəmədə mənim işimə baxılmadı, əvvəl baxırdılar. Hakim dedi ki, bu xanımın şəklini yaymısan, xanım da bunun yayılmasına görə sənə şərəfsiz deyib. Müğənni məhkəmənin də onun əleyhinə qərar verdiyini bildirib. Məni hələ çağırıb ev həbsi verməyə çalışırlar. 147.2-ci maddə ilə iş qaldırıblar. Mən yaşamaq istəmirəm. Mənim balamı, ailəmi, anamı, hər kəsi yetim qoyan Əmiraslan Əmiraslanovdur. Əmiraslan bu dəqiqə işində gücündədir. Məni verib məhkəməyə pul tələb eləyir, hələ məni üstəlik həbs etdirməyə də çalışır. Hansı qayda qanundan söhbət gedir bilmirəm. Günahkar, səbəbkar Əmiraslanovdur. Bu qədər deyib. Məsələ ilə bağlı müğənninin prodüseri Nicatla əlaqə saxlanılmağa çalışsa da zənglər cavabsız qalıb və Baku Postazı məlumatına görə dərman qəbul etdikdən sonra halı pisləşən müğənni xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, bir müddət əvvəl plastik cərrah Əmiraslan Əmiraslanovdan şikayət etmişdi xanım və o bildirmişdi ki, International Medical Center 2-də həkim tərəfindən aparılan əməliyyat çox uğursuz alınıb və nəticədə bədənində böyük çapıqlar, eləcə də dəri sallantıları yaranıb. Müğənni həmçinin həkimin ondan ümumilikdə 14.000 manat aldığını, lakin əməliyyatın uğursuz olduğunu və üstəlik şəxsi görüntüləri ilə şantaj edildiyini iddia etmişdi. Məsələ ilə bağlı klinikadan bildirilib ki, Əmiraslanov artıq həmin tibb müəssisəsində çalışmır və proses hazırda Ağdam rayon məhkəməsində davam edir. Qeyd edək ki, Əmiraslanovun adı Qənirə Ataşın bir müddət əvvəl paylaşdığı saxta plastik cərrahlar siyahısında var idi.